9 Mart 2026-cı ildə olan baş vermiş bizə, yəni faciə kimi mən bunu qiymətləndirirəm. İmtahan haqqında istəyirəm fikirlərimi bildirim oxuyan şagird olaraq. Görürəm hər kəs bilib bilmədən danışır. İmtahan necədir, elədir, belədir. Yəni fikirlər ortaya çıxır. Mən həm buradan 10-cu siniflərə, 9-cu siniflərə, həm də müəllimlərə öz fikrimi belə çatdırmaq istəyirəm. İmtahan necə keçdi, məndə necə baş verdi, ümumiyyətlə imtahan necə idi qiymətləndirmək istəyirəm. Mən ən əvvəldən başlayıb bir-bir gedirəm. İngilis dili dinləməsi, indi əgər bizim otaqda qoyulan kimi hər yerdə normal o paçkadan çıxarılmış dinləmə qoyulubsa, xahiş edirəm heç kəs deməsə ki, dinləmə belə idi, səsi belə idi, filan bəsməkan. Yəni dinləmə normalı qoyulmuşdu. Düzdür, nisbətən biraz çətin imtahanı, çətin dinləmə idi. Yəni biz daha asan dinləmələr görmüşdük həm OTK-dan, həm güvəndən. Bu nisbətən biraz çətindir, amma yəni full konsantrasiyonla bunu dinlədikdə, məsələn mən elə elədim də, yazmaq olardı. Yəni hamısı yazmaq olardı. Belə qeyri-adi bir sual da yox idi. Mən bir dənə səhv eləmişəm. Onun əslində eşitdim. Burada şeydir, Starimostu deyir ki, Mimar Sinan tərəfindən dizayn olub. Orada Mimar Sinanın şagirdi tərəfindən deyib. Sadəcə mən hər üçünü eşitdim. Dedim 1 2 4 hansını yazdım? 1 2 yazdım. Cavab 2-4 çıxdı, nəsə o səhvdir. Bir də ready to adult life-dır. Orada mən adult nəsə yazdım, adulthood, yetkinlik, yəqin yarı bal oradan kəsəcəklər, belədir. İngilis dil qrammatikası çox asan düşmüşdü. Yəni heç kəs bunu deyə bilməz ki, İngilis dil qrammatikası elə idi, belə idi. Asan düşmüşdü, yəni suallar. Biz hətta gözləyirdik, nə bilim, vasitəli, vasitəsiz, recommend, suggest falan bunlar düşəcək, düşmədi. Sözlər də asan idi. Mənim mexanik səhvim var. Ən asan sual the girl-la herself-dir. Yəni bunu hamı bilir. Bunu oxuyan hamı bilir. Mən himself yazmışam, səhvdir bu. İngilis dili mətni normal mətin idi, toplu tipində mətin idi, yazmaq olardı. Mən də hamısını yazmışam. Cümlə falan da, sual da verilən 3 cümlədə asan sual idi, geçdik. Azərbaycan qrammatikası hamı deyir çətin idi, düzdür çətin idi. Blok tipində idimi? Bəli, blok tipində idi. Qrammatik suallar çətin. Mən hamısını düz yazmışam qrammatikadan, 10-da 10. Prosta çətin idimi? Bəli, çətin idi. Amma yazmaq olardımı? Bəli, oxuyan uşaq yazardı. Faciə, Dərbənd ətrafında birinci mətin çox eybəcər mətindir. Kaş mənim əlimdə bir dəfə şans olsaydı. Mən ümumiyyətlə bax, bir dənə mətin nə qədər bal verir? 37,5 elə deyil. Verirəm, hamısını verirəm. Heç kaş oxumazdım o mətni, digər hamısına vaxtımı ayırardım. Mənim bir 40-50 dəqiqə ən az vaxtım getdi bu mətinə. Nəticədə heç 5 dənə qapalısını düz yazdım. Çünki çox oxudum axı. 5 dənə qapalını düz yazdım. Açıq suallar haqqında heç bir fikrim yoxdur. Yəni baxın, elə də göstərim sizə. Boş da qalıb. Məsələn baxın, sualları görürsünüz. Fikir bildirməmişəm, baba bilir, baba onları görürsünüz. Fikir bildirməmişəm, arxasında olanda baxın. Bunlar heç fikir bildirməmişəm. Orada da vaxt çatmadı deyə mənim ümumiyyətlə balımı aşağı salan Azərbaycanlı olacaq. Mən bir dənə ondan qorxuram ki, 75 baldan aşağı gələcək Azərbaycan dili. 75 baldan aşağı gələcək. İnşallah gəlməz. O civar elə gözləyirəm, 75 gözləyirəm. Qırmızı attestat düşməz. Onu bir dənə qorxuram. Yəni çox çətin idi. Məsələn bu sən saydığın sayı gör falan nə sayır? Bu məsələn əlaqəndırma olardı da. Vaxtım çatmadı imtahanda onu yazmağa. Getdi. İkinci mətni mən köçürməkdən sonra gördüm imtahana 10 dəqiqə qalıb. Belə oxudum. Heç söhbət nədən gedir bilmirəm. Ancaq yenə də şükür 4 dənə qapalısından 4 dənə düz var, bir dənə səhv var. O da antik sözü nadir tapılan dəyərli. Biz normalda antik köhnə, qədim belə mənasını bilirdik. Ona görə nadir tapılan yazdım. Sən demə orada tablo çıxdı. O da heç məncə düzgün deyildi. Çətin sualdır. O səhvdir. Yenə də açıq sualları son dəqiqə nə yazdımsa odur. Riyaziyyata gələr. Riyaziyyat, qapalı suallar su, hamısı. Qapalı suallar, bir də açıq tipli kodlaşdırma hamısı sudur. Yəni heç kəs deməsin. Mən görürüm TikTokdan paylaşırlar ki, filan sual filan yerdə düşüb, topluda var. Suallar sual deyil. Suallar hamı çox asandır. Hamı çox asandır. Bunu, yəni onlar o qədər asandır ki, zəif uşaq da yazar bu sualları, orta uşaq da yazar, güclü uşaq da yazar bunları. Daxil zəif 18 dənə sualdan 12'sini yazar, orta uşaq 18'den 18'ini də yazar, güclü yenə 18'ini yazar. Yəni düzgün deyildi bu həmişəki buraxılış kimi, amma hamının od qoyan yer riyaziyyatdan açıq sualları çətin idi mi? Bəli, çətin idi. Həqiqətən çətin idi. Məsələn burada riyazi bir necə bir var asan sual, bir var çətin sual. Orta sual anlayışı ümumiyyətlə yox idi. Orta sual bir nisbətən orta sual harda var? Məsələn bu uyğun tərəfləri paralel perpendikulyar olan suallar görmüşük. Orta sualdır. Venn diaqramı, yəni uşaq bilməlidir ki, Venn diaqramı mənfi ola bilməz. 19 - 2x böyük sıfırdan onu yazmalıdır.
Bu da çətin sual deyil, orta sualdır. Mənim sualda yarım baldım. Yanıram buna. Bilmirəm 3-də 2 verəcəklər, ya yarım verəcəklər. Çünki hamısını düz yazmışam. Sadəcə 19-u 2-yə bölmüşəm. 8,5 yazmışam. Bunu da göstərim sizə. Baxın. 2x kiçikdir 19-dan, x kiçikdir 8,5-dən. 9,5 olmalıdır. Yanıram. Yarım mal getdi orada. Ondan sonra orta sual başqa hansısa demək olar. Sürət məsələsində hardasa orta sual demək olar. Bunun topluda çox suallar var buna aid. Bu suala da orta sual vermək olar əslində. Funksiya. Funksiyaya aid sual deyil. Üçbucağa aid sualdır. Nəysə. Məndə riyaziyyat açıq sualları faciə. Çox pis gündə köçürmə səhv elədim. Mən bu 79-u hələ yazmamış 81-i köçürmək istəyirdim. 81-i köçürdüm 79-un yerinə. Özdə bir dənə səliqədən köçürtmüşəm. Yer də çatmamışam, hamısı ətraflı yazmışam. 79-u yeri qalmadı. Velosiped sualı getdi. Yazmaq olardı. Bir dənə sualım getdi orada. Sonra 81-i yenə də eynindən keçirtdim bura. Vaxt getdi. Ədədi orta sualı fikirləşsəm yazmaq olardı. Çox çətin sual deyildi. Düz yazmamışdım. Vaxta görə yazmamışdım. Prosta fikirləşsəm yaza bilərdim. Uyğun tərəflər paralel yazmışam. Bu sual çətin idi. ABC üçbucağında C90, AD tənbülən, CD 214, AB 815 çətin sualıdır. Bəlkə də elə riyaziyyatın ən çətin sualı o idi. Mən yazdım 10,2. Orada köçürtdüm. Ondan sonra orta nöqtəsi də asan sual idi. Yazma oylardı ki, yazmışdım da köçürtməyə vaxt qalmadı. Azərbaycan suallarını tez bazarına köçürtdüm. Köçürməyə vaxt qalmayıb gedən suallardan biridir. 85-in sualları mexanik səhv eləmişəm. Bu 81-də də üçbucaq sualında da yazmışam hamısını. Orada 25-dən biri çıxıb 13 tapmışam. Ortası 13-də, bu 26-nın. Ortası 13-dür. Sadəcə burada mənfi 1-dir axı bir dənə. Demək buradan bura 12-yə düşür də. Bunun emi 12-yə düşür. Mən 13 yazmışam. Ya 3-də 1 ya da 2-də 1 kəsəcəklər. Ümumi riyaziyyatdan da qapalı var, səhvim yoxdur. Riyaziyyatda da vəziyyət bu yerdədir. 3 dənə açıqsa, 3 dənə açıq yazmadığım vaxta görə yarı bal bundan səhvim var. Yəni ilk gözləntim 240 bal falandır. Belə bu civarda bir şeydir. Qısaca mən məsələn belə deyim də 9-cu sinifdən bəri mən 8-ci sinifdən kursa gedirəm. 8-ci sinifdən bəri nə qədər imtahana girmişəm də mən bəlkə bir saysan 50-dən çox buraxılış imtahanında iştirak eləmişəm də. 50 dənə buraxılış imtahanı eləsən və ən az gözlədiyim 11-ci sinif, yəni ən önəmli olan hazırlaşdığımız imtahan sualları gəlməyi adamı qoyur. Adamı yəni həqiqətən də pis təsir eləyir ki, bu qədər əziyyət getdi hədərə. Mənim OTK buraxılış imtahan nəticələrim də zaten paylaşılırdı. Sonuncu buraxılış 288 idi. Ondan əvvəlkiləri 292, 293, 290. Yəni mən 300 bal niyyəti ilə girmişdim imtahana ki, 2 saatda ilk imtahanın 2 saatı belə idi. Yəni düşünürdüm ki, 200 olacaq. Amma bu imtahandan bu qədər az gəlməyə adama qoyur həqiqətən də. 7 dəqiqə 50 saniyə danışıram. Kim qulaq asdısa təşəkkürlər. Kimə zaten maraqlısa qulaq asar. Yəni belə sual olmaz. Kaş yenidən bu səhər durardıq, yenə də imtahana gedərdik. Kaş mən o köçürmə səhvlərini edəməzdim. Vallahi fikirləşirəm ki, mən nə pislik eləmişəm, belə səhvlər eləmişəm. Çünki mən həyatımda bu köçürmə səhv eləməmişəm. Nə bilim. Belə təşəkkürlər.